Niyə görə bəzi insanların saçları daha tez ağarmağa başlayır? Yazın görək sizin ilk ağ tükünüz neçə yaşınızda çıxıb? Ümumiyyətlə deyirlər ki, saç ağarmasında stresin rolu var. Bəli, var. Uzun müddətli və ağır stresə məruz qalmaq saç ağarmasını sürətləndirə bilər. Amma ümumiyyətlə saç ağarması saç folikullarının dibindəki ona rəng verən melanositlərin sayının, melanosit adlı hüceyrələrin sayının azalmasıyla xarakterizə olunan bir vəziyyətdir. Və bunun ən çox yayılmış səbəbi, xüsusən də erkən yaşlarda, 10-lu və ya 20-li yaşlarda saç ağarmasının səbəblərindən biri genetik meyillilikdir. Yəni sizin əgər birinci dərəcəli ailə üzvlərinizdə erkən saç ağarması varsa, bu sizdə də çox ehtimal baş verə bilər. Bununla yanaşı, bəzi insanlarda vitamin çatışmazlığı və həmçinin mineralların çatışmazlığı buna səbəb olur. Məsələn, vitamin B12-nin çatışmazlığı və yaxud da mineral olaraq dəmir ya da misin çatışmazlığı saçların daha erkən və daha sürətlə ağarmasına səbəb ola bilər. Paralel olaraq az da görülsə, bəzi autoimmun və genetik xarakterli xəstəliklər var ki, bunlar yenə orqanizmdə mübadilə proseslərinin pozulması ilə əlaqəli xəstəliklərdir. Bu xəstəliklər zamanında çox erkən yaşda saç tökülməsinə məruz qalırlar insanlar və bununla yanaşı daha geniş yayılmış səbəblərdən biri də qalxanvari vəzi dediyimiz, bədənimizdə demək olar ki, həm fiziki sağlamlığımızdan tutmuş, həm də zehni sağlamlığımıza qədər bir çox funksiyaya nəzarət edən bu qalxanvari vəz və yaxud da digər adıyla zob orqanının fəaliyyətinin normal olmaması səbəb ola bilər. Bu həmçinin bu vəzin çox funksiya göstərdiyi, yaxud da az funksiya göstərdiyi vəziyyətlərdə ortaya çıxa bilir. Bir də çox yayılmış bir mif var ki, düşünülür ki, əgər ağ tükü yerindən qopartsaq, onun yerinə çoxlu sayda yeni ağ tüklər əmələ gələcək. Onda hər kəsin gür çoxlu saçları olardı, amma reallıq belə deyil. Çünki əgər bir dənə tükü çıxarırsınızsa, ondan sonra onun yerinə adətən yenə də bir dənə tük yaranır.